Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Sadıllı qəsəbəsində əla və keyfiyyətli təmir olunmuş 2 mərtəbəli, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda siz deməli navesin alt hissəsindən mən daxil oldum. Eyni zamanda deməli 1-ci mərtəbəyə çıxan pilləkənin, bir də ki, bu həyət evinin məhləsini görürsünüz. İndi bu ev haqqında sizə bir balaca məlumat verim. Daxil oluram, deməli, 1-ci mərtəbəyə 2 ədəd zal, böyük 2 ədəd zal, 5 otaqlı, bax, belə bir həyət evi satılır. Hal-hazırda 1-ci mərtəbədə, bax, təmirini görmək mümkündür. Eyni zamanda polunu görürsünüz. İndi mən sizə, bax, bu, deməli, 1-ci mərtəbənin zalını göstərirəm. Zalları həqiqətən çox böyükdür, yəni 12-nin 5-ədir. Hal-hazırda deməli siz 1-ci mərtəbənin zalını görürsünüz. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. 1-ci mərtəbənin deməli otaqlarının ölçüsü 5-in 4-ədir, hündürdür, 2 qat kubiklə hörülüb, kürsülüdür. Həqiqətən belədir, yəni bunu mən sizə görürsünüz. Ancaq deməyim mən elə gəlir ki, lazım oldu. İndi isə mən sizə 1-ci mərtəbənin 2-ci otağını göstərirəm. Bax, bu otaqların ölçüsü 5-in 4-ədir, bu cürdür. Yenidən, ancaq yenə təkrar edirəm, deməli zalın ölçüsü 12-nin 5-ədir. Yəni, bax, bu cür böyükdür. İndi isə mən deməli 1-ci mərtəbəni sizə göstərdim. Sağ tərəfdə, deməli 1-ci mərtəbənin mətbəxi yerləşir. Mətbəx həqiqətən böyükdür. Bax, 4-ün 4-ədir. Böyük badvalı var. Zalın alt hissəsi demək olar ki, böyük badvalıdır. İndi mən deməli bu həyət evi Nur marketinə yaxın bir ərazidə yerləşir. 8 sonluq baseynisi var. Bağçasını göstərirəm. Ancaq 2-ci mərtəbədən çox maraqlı görsənəcək. Hal-hazırda bax, hamamı bu cürdür. Bir balaca mən vaxtsız gəldim, ona görə bu cür alındı. Bax, deməli, hamamın qarşıda gördüyünüz kimi təmirlidir, razdivalkasıdır. Bax, məhləsini sizə göstərirəm. İndi isə badvalını göstərəcəm. Badvalı dediyim kimi, bax, bu zalın alt hissəsi badvalıdır. Çox yaxınlıqda 17 nömrəli orta məktəb yerləşir. Bir də onu deyə bilərəm ki, hərdən, bax, mən bildiyimə görə hərdən 10 nömrəli deməli marşrut keçir yaxınlıqdan. Bax, bura badvalıdır. Bax, böyükdür, təmirlidir. İndi isə 2-ci mərtəbəyə qalx çıxıram. Deməli, bax, 4 torpaqda sənədi çıxarış olan, əla və keyfiyyətli təmir olunmuş 2 böyük zalın, 5 ədəd otağı olan belə bir həyət evinin qiyməti 180 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə mən 2-ci mərtəbəyə qalxıram. Bax, belə bir deməli, bax, hal-hazırda mən sizə məhləsini göstərirəm. Gördüyünüz kimi 4 tərəfdən böyük barısı var. Yuxarıda 2 tonluq bakını görmək mümkündür. Eyni zamanda, bax, bu zalını görürsünüz. 2-ci mərtəbənin, 2-ci mərtəbəyə qalxıram. Küçəsi genişdir. Bax, bura deməli 2-ci mərtəbədir. 2-ci mərtəbənin zalıdır. İndi isə deməli zalına daxil oluram. Burada da zal dediyim kimi 12 metrin 4 metrədir. Bax, bura deməli zalıdır. Otaqlar 4-ün 4-ədir. Bax, belə bir həyət evinin 2 mərtəbəli həyətinin qiyməti 180 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Deməli, bax, bura 1-ci otaq, burası 2-ci otaqdır. Mənə elə gəlir ki, burada otaqların ölçüsü 4-ün 4-ədir, yaxud 5-in 4-ədir. Ümumi sahəsi deməli 400 torpaqdadır, ancaq deməli 130 kvadrat metrdir. Bura isə bax 2-ci otaqdır, yaxud 2-ci zaldır. Belə bir həyət evinin qiyməti. Burada deməli zalın uzunluğu 10 metr, eni 4 metrdir. 2 ədəd zal, yox 3 ədəd zal alınır onda. Deməli 4 ədəd otaq bu cürdür. 2-ci mərtəbənin hamamı var. Bax, bura deməli 2-ci mərtəbənin mətbəxidir. Bax, mətbəx də böyükdür. İndi mən yəqin ki, ora keçim. Bax, bura deməli 2-ci mərtəbənin mətbəxidir. 4-ün 4-ədir. Polun, ümumiyyətlə bu həyət evi əla və keyfiyyətli təmir olunub. Yəni, polunda səs yoxdur. Bax, bu cürdür. İndi bu həyət evinin məhləsini sizə göstərirəm. Dediyim kimi
Sadlı qəsəbəsində Nur Marketinə yaxın bir ərazidir. Qarşıda deməli ikinci mərtəbənin hamamını görmək mümkündür. Bura isə bağçasıdır. Bax bu cürdür. Belə bir həyət evinin qiyməti 180 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.